Bərdə rayonunda ağac və gül kolları Amerika kəpənəyi adlanan zərərvericinin yayılması ilə üzləşib. Zərərverici həm əkin sahələrində, həm də fərdi təsərrüfatlarda müşahidə olunur. Bərdə Regional Bitki Mühafizə və Fumigasiya Mərkəzindən bildirilib ki, zərərvericinin yayılmasının qarşısını almaq məqsədilə bugün Bərdə şəhərində yerləşən fərdi təsərrüfatlarda dərmanlanma işləri aparılıb. Məlumata görə zərərverici əsasən çoxlu ağaclarda, gül kolları və bəzi əkin sahələrinə ziyan vurub. Ümumiyyətlə Eldəniz Məhərrəmoğlu. Deməli, bir 10 gün olar bu vəziyyət yaranıb. Sofka deyilər, yaşıl tüylü qurtdur. Deməli, meşəni alıb ağzına. Deməli, hər bir bitkini, əsas tut ağaçlarıdır, fındıq ağaçlarıdır. Deməli, hamısını qurt məhv eləyibdir. Haradasa 10 gündür. Belə bir şey olmuyor da burada. Birinci dəfədir ki, belə hadisə baş verir. Allah köməklər olsun, gəliblər, dərmanlayırlar. Təkcə ağaçları yeyirsə bitkilər? Bütün hər bir şeylər, məhlədə, bostanda nə qədər pomidorda, belə şeylərin hamısı yeyir. Zahra Aslanov. 2-3 gündür bu ağaçlarda yaranır. Əsasən də çəkil ağaçlarında, tut ağaçlarında. Ondan sonra da keçir başqa fındıq və yaxud həyətdə hansı ağaçlar varsa o ağaçlara yayılmağa, bitkilərə, tərəvəzlərə, evlərə, evlərin sütunlarıdır, barlardır, hətta evlərin içinə qədər hərəkət eləyir. Sağ olsun Kənd Təsərrüfatının Bitki Mühafizə Şöbəsinin işçiləri. Yəni bütün ərazidə, rayonda geniş belə dərmanlama işi, qabaqlayıcı tədbirlər görülür. Ümumiyyətcə demək olar ki, Bərdə ərazisinin böyük bir əksəriyyət ərazini əhatəyə götürübdür. Bərdə rayon Bitki Mühafizə və Fumigasiya Mərkəzinin aparıcı mütəxəssisi Abuzərov Fəyaz Qniyazoğlu. Bərdə ərazisində demək olar ki, bir neçə kəndlərdə, Zümrxan kəndində, Həsənqaya kəndində, Cəyirli kəndində, Mehdixanlı kəndində, bundan əlavə bir neçə kəndlərdə Amerika ağ kəpənəyinin yayılması çox müşahidə olunur. Şəhər ətrafında və şəhərin özündə də çox yerlərdə müşahidə olunur. Bununla bağlı biz bir neçə dəfə kimyəvi mübarizələr aparmışıq və bugün də kimyəvi mübarizələr davam etdirilir. Bunların hamısı dövlət büdcəsi hesabınadır. Ən çox bu günlər bu müşahidə olunur, belə deyək də, tut ağaçlarında. Ondan sonra növbəti elə bil inkişaf etdikcə tut ağacı tutarsa, keçir qeyri-yaşıllıqlara, onları məhv eləyir. Bizim mütəxəssislər bundan mütəmadi olaraq məşğul olduq. Müşahidələr keçirilir, mübarizələr keçirilir və mübarizələr belə növbəti günlərdə də davam etdirilir. Hər gün demək olar ki, bundan mübarizə aparılır. Keçən illərə nisbətən bir il daha çoxdur. Musa Rafiqoğlu, Aran TV, Bərdə.